Herkese selam dostlar, kanalıma o videoma hoş geldiniz. Bugün yeni bir videoyla karşınızdayım. Videoyu geçməzdən və kanala destek olmaq üçün abunə ola bilərsiniz. Videomu bəyəndisə like ata bilərsiniz. Həmçinin Telegram kanalımıza hər birinizi gözləyirəm. Linki şərhlərdə olacaq. Şərhlərdən linkə daxil ola bilərsiniz və kanala abunə ola bilərsiniz. Yəni takip edə bilərsiniz. Bu kanalda səhmlər və kriptovalyutalar haqqında məlumatlar paylaşıram dostlar. Alış-satış siqnalları paylaşaraq pul qazanırıq, pul qazandırırıq. Həmçinin xəbərlər paylaşıram. Daha çox məlumatlı olursunuz səhmlər və kriptovalyutalar haqqında və müzakirə qrupunda da bunları bir yerdə müzakirə edib öz təcrübələrimi sizlərlə bölüşməyə çalışıram. Linki şərhlərdə olacaq. Gəlin videoya keçək. Bugünkü videoda dostlar sizlərə kriptovalyutalar haqqında olacaq. Bugünkü videomuz vacib xəbərlər toplamışam sizin üçün. Kriptovalyutaların gələcəyi, hansı kriptovalyutaları alış etmək və hansı qiymətlərdən alış etmək vacibdir. Bu haqda məlumatlar paylaşacağım dostlar bugün. İlk öncə kriptovalyuta ümumi olaraq kriptovalyuta bazarının market cap'i, yəni bazar dəyəri nə qədərdir? Bugünkü bazar dəyəri 3,51 trilyon dollardır dostlar. 3 trilyon 51 milyard civarındadır bazar dəyəri. Bugünkü 24 saat ərzində olan həcm 155 milyard dollardır. Gördüyünüz kimi Bitcoin'in qiyməti 104.000, Ethereum 3400, BNB 966. BNB-nin qiyməti dostlar həqiqətən çox yaxşı qalxdı. Yəni BNB-nin qiyməti təxmini bir ildən biraz qısa müddətdə əvvəl gördüyünüz kimi 300 təsəvvür edin 2023-cü ilin 24-cü ilə keçəndə BNB-nin qiyməti 220 dollar idi. Hal-hazırda neçədir? 1000 dollara qədər qalxış etdi dostlar, hətta 1200 dollara qədər. Bu neçə x-dır? Hesablayaq neçə x olduğunu. Bir 3x-dan daha yüksəkdir dostlar və həqiqətən də çox yaxşı idi. Təsəvvür edin 2020-ci ildə bir BNB 20-15 dollar olan civarında 5 il keçib cəmi bunun üstünə və hal-hazırda bu qiymət 50 qat daha yüksəkdir dostlar. 50 qat, 50x daha yüksəkdir. Yəni kriptovalyutalardan inanılmaz pullar qazananlar var. Mən inanılmaz qazanmamışam, amma həqiqətən müəyyən qədər qazanmışam, müəyyən mövsümlərdə falan. Yəni çox yaxşı pullar qazananlar var dostlar. Kriptovalyutalara marağı heç vaxt itirməyin. Düz səhmlərə yatırım edin, amma kriptovalyutalara da heç vaxt marağı itirməyin. Bitcoin məsələn dostlar 104.000-də hal-hazırda Bitcoin. Bəli, 104.000 az çox əvvəlki yəni maksimum həddi 122.000 dollar olmuşdu. Ona baxanda aşağıdır dostlar, amma sizə bunu nəzərinizə çatdırım dostlar. Bayaq Telegram kanalında da paylaşım etdim. Gəlin baxaq. Gördüyünüz kimi Marathon Digital şirkətin CEO-su Fred Thiel belə bir paylaşım edib ki, artan enerji xərcləri və rəqabət səbəbindən Bitcoin mədəniyyəti mənfəət marjları daralacağı barədə xəbərdarlıq edir. Yəni Marathon Digital şirkətinin CEO-su deyir ki, 2028-ci ildən sonraki yarılanmada Bitcoin mədəniyyəti daha da gəlirliyi azalacaq və enerji xərcləri daha da artacaq. Yəni dostlar, hər il Bitcoin mədənciliyinin gəlirləri daha da azalır. Hər il mədənçilər, şirkətlər daha az Bitcoin çıxara bilirlər. Bu deməli kriptovalyuta mədənciliyi sayəsində, Bitcoin mədənciliyi sayəsində daha az Bitcoin çıxarırlar və Bitcoinin dəyəri hər il daha da artacaq dostlar. Bu artıq danılmaz bir faktdır. Yəni hal-hazırda 104.000-dirsə, bir il sonra bu qiyməti 1 milyon dollarda belə görə bilərik dostlar. Məsəl üçün deyirəm, yəni 1 milyon olacaq deyə bir şey yoxdur. Yəni valyuta ilə müqayisə edə. Bitcoin dollar deyil dostlar. Bitcoin manat deyil, lirə deyil, lari deyil, heç bir avro deyil, heç bir valyuta deyil. Bitcoin kağız parçası deyil ki, onu milyardlarla, trilyonlarla və daha çox rəqəmlərlə çap eləyəsiniz və dayanmadan çap eləyəsiniz. Bitcoin mədənçiliyi limitlidir. Əgər bu gün məsəl üçün tutaq ki deyirəm, Bitcoin mədənçiliyi ümumi olaraq gündə 100 Bitcoin verirsə, məsəl üçün sabah o 100 Bitcoin 90-a enəcək, bir gün 85-ə enəcək. Yəni nəticədə bu Bitcoin mədənçiliyi bitəcək dostlar nə vaxtsa. Onda bunun qiyməti 104.000-də qalmayacaq. 1 milyon, 2 milyon, bəlkə daha böyük rəqəmlərdə qalır dostlar. Bu gülməli rəqəm deyil dostlar. Niyə? Çünki hal-hazırdakı qiymətlə 1 milyon arasında cəmi 10 qat fərq var. Yəni elə bir böyük bir fərq yoxdur. Biz səhm bazarında 10 qatları çox qazanmışıq. Ona görə də bu heç gülünc bir rəqəm deyil dostlar. Hal-hazırdakı qiymətlər çox ucuzdur, həddindən artıq ucuzdur. Solana dostlar, Solana bu yaxınlarda ETF qərarını çıxartdı. Yəni artıq ETF-ləri var Solana'nın, müəyyən şirkətlərdə ETF-lərini almaq olur Solana'nın və hər gün də Solana'da artıq böyük girişlər olur. Yəni məsələn Bitcoin və Ethereum-da çıxışlar olarkən Solana'da girişlər olur. Bu çox yaxşı haldır Solana'nın qiyməti üçün və 158 dollar da Solana üçün çox ucuzdur həqiqətən. Yəni 200 dollar olan vaxtlar olub. 200 dollar belə baxanda hal-hazırdakı qiymətin bir 30% civarındadır, səhv etmirəmsə.
25-30% civarındadır. Yəni 25-30% heç də pis qazanc deyil və hal-hazırdakı qiymətlər də məsələn indiki 158 dollar, bundan sonraki 100 dollar səviyyəsi aralığında alışlar etmək olar dostlar. Çünki Solana artıq təsdiqlənmiş bir kriptovalyutadır. Birinci Bitcoin-dirsə, ikinci Ethereum-dursa, üçüncü Solana-dır dostlar. Çünki bunu dövlətlər artıq qəbul edib, banklar qəbul edib, iri investisiya şirkət və bankları qəbul edib dostlar. Bu artıq valyuta kimi bir şeydir. Yəni bu belə izah edim sizə. Yəni artıq rəsmi bir şeydir. Ona görə də Solana-ya da yatırımları davam eləyin dostlar. Bitcoin, Solana, Ethereum və bir şey də nəzərimizdən çıxmasın, XRP dostlar. XRP bu yaxınlarda ETF qərarı veriləcək, böyük ehtimal təsdiqlənəcək və 2 dollar 40 cent səviyyələrini bəlkə də bir müddət görməyəcəyik dostlar. Ona görə də XRP-yə də müəyyən qədər yatırım eləyə bilərsiniz. Tam alış nöqtəsi deməyəcəm, amma az-az ala bilərsiniz. Məsələn, indiki səviyyədə biraz aldınız. Minimum 2, daha doğrusu maksimum 1.82 dollar səviyyələrinə qədər düşəcək. Yəni əgər böyük hadisələr baş verməsə, kriptovalyutanın dünyada qadağan eləməsələr, maksimum 2 dollar səviyyəsinə qədər düşəcək. O səviyyələrə doğru alış eləyə bilərsiniz. Təbii ki, yatırım tövsiyəsi deyil verdiklərim, sadəcə məsləhətdən ibarətdir. Yatırım etmək və etməmək sizin qərarınızdır. Lakin vaxtında deyirəm ki, sonradan yatırım etmək istəyib istəmədiyinizə görə, daha doğrusu yatırım etmədiyinizə görə peşman olmayasınız. Gördüyünüz kimi deməli dünən tarixdə Bitcoin-ə müəyyən girişlər olub. Yəni Bitcoin-un qiymətinə artıq ETF girişləri daxil olur və həcmini artırırlar yavaş-yavaş. Bitcoin yəni 2 gün əvvəl 100 min dollar idi, indi 104 min dollar. Böyle dostlar bizim məsələn digər kriptovalyutalarımız da var. Deməli VLD var dostlar. VLD bu VLF-dir. Bu dostlar Trump'ın tokenidir. Yəni düzdür Trump hakimiyyətdə olduğu müddətdə bu token almaq olar, amma gələcəyi o qədər də inanmıram dostlar. Yəni nə mənada? Məsələn World Liberty Financial bir dostlar fond kimi bir şeydir. Yəni Trump'ın ailəsinə məxsus bir kriptovalyuta fondu kimi bir şeydir. Yəni onlardan başqa heç kim yatırım eləyə bilmir buna. Tərkibində Move token var idi dostlar. Hal-hazırda yerin dibindədir. Və digər bəzi lazımsız tokenlər var idi dostlar. Ona görə bu kriptovalyutanı o qədər də almağı məsləhət görmürəm. Sabah birisi üçün Trump gedəndən sonra tək başına qalacaq. Yəni qiymət də düşə-düşə gedə bilər. Yəni belə bir ehtimallar var. WorldCoin dostlar. ChatGPT-nin qurucusu Sam Altman'ın qurduğu bir kriptovalyutadır. Çox yaxşı bir kriptovalyutadır. Yəni VLF kimi World Liberty Finance kimi tokenlərə yatırım etməyin yerinə, hype olan tokenlərə yatırım etməyin yerinə, texnologiyası olan tokenlərə yatırım eləyin dostlar. WorldCoin-ə yatırım etmək ondan daha yaxşıdır, daha ağıllı və daha səviyyəli bir addımdır. Ona görə də bu kriptovalyuta yatırımı tövsiyə edirəm, məsləhət görürəm, amma yatırım etmək və etməmək sizin qərarınızdır. Bu heç bu öz yerində. Yəni bu kriptovalyutanın gələcəyi var dostlar. Texnologiyaya aid bunun haqqında bir video hazırlamışdım, danışmışdım. Əvvəlki videolarda baxa bilərsiniz. Kriptovalyutalar haqqında olan videolarda var. VLD haqqında danışmışam, texnologiyası haqqında. Böyle dostlar, digər kriptovalyutalar, məsələn Panfan bir meme coin kimi yatırım etmək olar dostlar. Niyə? Çünki Panfanın saytı var, yəni orada müəyyən kripto, daha doğrusu tokenlər buraxılır hər gün. Amma Panfanın yəni rəsmi tokenidir bu. Trump'a dostlar yatırım etməyin. Mən heç bir məsləhət görmürəm. Məsələn KuCoin-ə yatırım etmək olar, birja coin-idir. Pi-yə o qədər də məsləhət görmürəm dostlar. Çünki bu da biraz hype-dan oldu əslində. Yəni hype öldü hal-hazırda demək olar. Maraq yoxdur. Məsələn Bitget token yatırım eləyin dostlar. Bitget birjasının tokenidir, çox yaxşı tokendir. AEVA-ya yatırım etmək olar. Niyə protokola yatırım etmək olar dostlar? Məsələn Uniswap, Toncoin-ə dostlar məsləhət görmürəm həqiqətən. Çünki Toncoin-ın rəhbəri Pavel Durov həmçinin Telegramın qurucusudur. Yəni bu Toncoin-ı əvvəl yaxşı idi. Məsələn yeni proyektlər falan çıxardı, lakin sonradan Toncoin artıq bir yalan halına gəldi. Məsələn Dubai ilə bir razılaşma əldə etmişdilər ki, Toncoin haqqında, sonradan yalan çıxdı və hal-hazırda da bir çox hədiyyələr hazırlayırlar Toncoin blockchainində və bu hədiyyələrin əksəriyyəti də sonradan qiymətləri sıfırlanır. Yəni biraz çox mənasız bir kriptovalyuta çeviriblər Toncoin-i və yalancı bir kriptovalyuta çeviriblər. Onun üçün məsələ görmürəm. Monero olar, Avax olar, Suya olar, Litecoin olar, Zedge olar həmçinin dostlar. Bu kriptovalyutaya baxaq, yəni bu son aylarda çox yüksəldi. Baxın, bir ay ərzində 200 dollardan deməli
640 dollar, 732 dollarlara qədər qalxış etdi dostlar. Bu niyə belə oldu? Səbəbi budur ki, sadəcə böyük yatırımcılar buna maraq saldılar birdən-birə dostlar. Yəni səbəbi budur. Elə böyük bir səbəbi yoxdur. Böyük yatırımcılar maraq saldılar və kriptovalyutanın qiyməti çox qalxdı. Bitcoin cash yatırım etmək olar, Dogecoin var, ona yatırım etmək olar. XLM azca yatırım etmək olar. Belə dostlar, yəni saydığım kriptovalyutalar Tron həmçinin etibarlı kriptovalyutalardır, gələcək olan kriptovalyutalardır və fürsəti dəyərləndirmənizi məsləhət görürəm. Yatırım etməyə və etməmək sizin qərarınızdır. Bu günlük bu qədər dostlar. Videomu bəyəndinizsə like ata bilərsiniz. Sağ olun, sağlıqla gələcək videolarda görüşəndə.